Başımızda iş açısında bir dənə usta çağırmırsan, Şimdi narahat olmadı, düzəldəcəm. Bir tane çörka ver oradan. Düzələcək, çörka ver. Ne oldu? Ne oldu? Ne gülsən? Heç cür səni ciddiyə ala bilmirəm. Niye? Qadın xalatında saqqallı birinci dəfədə belə usta görürəm. Yuyardım mənim xalatımı. Hə. Geyinərdim də. Düzəldərdim paltaryanı, yuyardım xalatımı. Xalatımı başa düşdüm və başını niyə bağlamısan? Neyini fenlə qurudurdum, fen xarab olub, elə bir qabağa verməkdən arxaya abratdı, çəkir havanı. Bir tərəfdən yaxşı deyib, başımın dibində kəpəklər vardı, onların hamısı çəkdi belə. Başa düşmədim, fen də xarab olur. Bir dənə o qalmışdı, yeməyi o ilə qızdırırdım mən. Səncə əlvi çək, cehizliyim bir dənə bu qalıb, onu da xarab eləmə, gedin usta çağıraq, normal televizor ustası var. Ay qızlar, rahat olmadan düzəldəcəm də, sən mənə güvən. Güvənə bilmirəm, sən ömrünü nə düzəltdin indiyə kimi? Ayşə ilə Teymur ayrılmamışdı, onların arası mən düzəltdim. Ay Elxan, o başqa söhbətdə, niyə adam əsəbəşsiz özün uşaq kimi aparsan? Əlvi çək, usta çağıraq. Ay qız, bir dəqiqə çəkil o tərəfə. Mən televizor ustası Zeynalın nəvəsiyəm, usta Zeynalın nəvəsiyəm, televizor ustası Zeynalın nəvəsiyəm,